Əksər ölkələrdə qanunsuz onlayn mərc və şans oyunları artıq təsadüfi hal olmaqdan çıxıb, mütəşəkkil, planlı və çoxşaxəli cinayət mexanizminə çevrilib. Bu sistem minlərlə vətəndaşı maliyyə tələsinə salmaqla yanaşı hər ay milyonlarla manat vəsaiti ölkə xaricinə çıxarır. Aparılan araşdırmalar və hüquq mühafizə orqanlarının açıqladığı faktlar göstərir ki, bu platformalar əsasən xarici serverlər üzərindən idarə olunur. Azərbaycanda isə vasitəçilər və yerli icraçılar vasitəsilə işləyir. Nəticədə zərər çəkən vətəndaşın müraciət edəcəyi real hüquqi ünvan faktiki olaraq mövcud olmur. Araşdırma zamanı danışdığımız zərər çəkmişlərin hamısı eyni ssenarini təsvir edir. Sistemində uduş görünür, lakin vəsait hesaba köçürülmür. Bəzi hallarda istifadəçi hesabı qəfil bloklanır. Bəzən isə platforma birdən-birə fəaliyyətini dayandırır. Bu saytlar əvvəlcə kiçik məbləğlər ödəməklə etibar qazanır, daha sonra isə iri vəsaitlər yatırıldıqda dələduzluq mexanizmi tam şəkildə işə düşür. Hardasa bir müddət öncə bu oyunlara pul köçürdüm. Dedilər mənə ki, qazanc var filan, 200 manat yatırdım. Sonra şirinlikləndirdilər, elə bil 1000 manat sistemdən pul qazandım. Amma üstündən bir müddət keçdi, pulu çıxartmağa cəhd eləyəndə gördüm ki, sistemimiz çöküb. Sistem çöktü, mən də pulumu götürə bilmədim. Yəni çıxarışımı əldə eləyə bilmədim. Araşdırmanın vacib hissələrindən biri də qanunsuz mərc və şans oyunlarının sosial şəbəkələr üzərindən sistemli şəkildə təbliğ olunmasıdır. Xüsusilə TikTok platformasında asan qazanc, risk yoxdur, sınaq bonusu adı altında bu oyunlar açıq şəkildə reklam edilir. Bu cür oyunların qarşısını almaq, insanları tələlərdən qorumaq üçün Daxili İşlər Nazirliyi tərəfindən bir neçə əməliyyat keçirilib və qanunsuz onlayn mərc və şans oyunlarına təşkil edən şəxslər saxlanılıb. Araşdırma zamanı məlum olub ki, bu cür şəbəkələr sadə, amma təhlükəli üsuldan istifadə edirlər. Sosial cəhətdən həssas, maddi çətinlik yaşayan vətəndaşları aldadaraq, onlara xırda məbləğlər ödəyib adlarına bank kartları açdırır, bütün maliyyə əməliyyatları, mərc pullarının yığılması, paylanması və xaricə ötürülməsini məhz bu kartlar üzərindən həyata keçirirlər. Bu üsul bir neçə məqsədə xidmət eləyir. Real təşkilatçıların izini itirmək, maliyyə əməliyyatlarını parçalamaq, hüquqi məsuliyyəti başqalarının üzərinə yönəltmək. Hüquq mühafizə orqanları bildirir ki, adlarına kart açılan şəxslərin bir qismi nəyə cəlb olunduğunu belə tam şəkildə anlamayıb. Lakin fakt üzrə onlar da istintaqa cəlb olunublar. Hüquqşünasların fikrincə, qanunsuz mərc və şans oyunlarının təşkili, reklamı və maliyyə əməliyyatlarında iştirak edən hər kəs qanun qarşısında cavabdehdir. Bank kartını icarəyə vermək və ya sadəcə kömək etmək kimi təqdim olunan hallar da cinayət mexanizminin tərkib hissəsi sayılır. İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən Azərbaycan Respublikasının ərazisində qumar oyunlarında iştirak üçün imkanın yaradılması və yaxud da qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsi, yəni onlayn qumar üçün şərait yaradılması bu fərdi şəxslər üçün 3000 manatdan, vəzifəli şəxslər üçün 7000 manata qədər məbləğində və hüquqi şəxslər üçün isə 40000 manat məbləğinə qədər cərimə edilir. Qumar oyunlarının təşkil edilməsi, iştirakçılar üçün biletlərin, kağızların, əməliyyat maliyyə institutları tərəfindən icra edilməsi də məsuliyyətə səbəb olur. Ölkəmizdə hazırda bəzi şəxslər isə qumar oyunlarının reklamı ilə məşğuldurlar. İnternet üzərindən influencerlər, tanınmış müğənnilər və s. Kifayət qədər adam görmək mümkündür. Nəzərə alınmalıdır ki, bu İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi ilə, yəni qumar oyunlarının və ya belə oyunların təşkilatçısının və ya satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı loteriyanın və qeydiyyata alınmamış loteriyaların reklamına görə fiziki şəxslər 3000 manat, vəzifəli şəxslər 7000 manat, hüquqi şəxslər isə 40000 manat cərimə edilirlər. Qumar oyunlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş aplikasiyaların və yaxud da mərc saytlarının reklam edilməsi qadağandır və məsuliyyətə səbəb olur.
İqtisadçı Xalid Kərimli deyir ki, lisenziyasız mərc və şans oyunları platformaları dövlət nəzarətindən gizlənərək fəaliyyət göstərir, ölkə iqtisadiyyatını içəridən aşındırır, maliyyə sabitliyini pozur, heç bir vergi öhdəliyi daşımadan böyük maliyyə dövriyyəsi yaradır və nəticədə ölkədən 100 milyonlarla manatlıq vəsait çıxarılır. Qanunsuz mərc oyunları bir sıra aspektdə ümumi iqtisadi inkişafa mənfi təsir göstərir. Birincisi, qanunsuz mərc oyunları fəaliyyət qanunsuz olduğuna görə rəsmi iqtisadiyyatdan kənarda qalır və kölgə iqtisadiyyatını genişləndirir və ümumi iqtisadi fəaliyyətlərin həcmini tərif edir. Və nəticə etibarilə həm vergi yığımlarından dövlət büdcəsi belə də itirmiş olur. Eyni zamanda da kölgə iqtisadi fəaliyyətlər genişlənmiş olur. Bunun ikinci ən böyük mənfi tərəfi ölkədən pulun xaricə axmasıdır. Yəni ölkədən valyuta axınına gətirib çıxarır. Çünki bu cür mərc oyunları adətən kriptovalyutalar üzərindən, rəqəmsal həll yolları üzərindən ölkədən çıxdığına görə valyuta axınına gətirib çıxarır. Ümumi şəkildə rəsmi iqtisadiyyata ziyan vuran, kölgə iqtisadi fəaliyyətlərini artıran, valyuta axınına gətirib çıxaran qanunsuz mərc oyunları arzu olunmazdır. Ümumiyyətlə buradan qanunsuz olduğuna görə də bu fəaliyyətlə insanların məşğul olunması doğru deyil. Bəli, bu cür oyunlarda iştirak təkcə şəxsi maddi itki riski yaratmır, həm də beynəlxalq cinayət qruplarının fəaliyyətinə dolayı yolla maliyyə dəstəyi vermək anlamına gəlir. Çünki yatırdığın pulun hansı məqsədlərə yönəldildiyini heç vaxt bilmirsən. Məsələn, bir neçə il öncə Azərbaycanda Betbuta adlı platforma xeyli məşhurlaşmışdı. Sonradan məlum oldu ki, bu platformanın yaradıcısı və rəhbəri Vigen Badalyan adlı ermənidir. Bu şirkətə yatırılan vəsaitlər isə erməni diasporuna dəstək üçün istifadə edilir. Məlumat yayıldıqdan sonra Betbutanın Azərbaycandakı işçi heyəti şirkətdən ayrıldı. Ölkəmizdəki fəaliyyəti də sonlandırıldı. Son olaraq onu da vurğulayaq ki, qanunsuz onlayn mərc və şans oyunları əyləncə deyil, mütəşəkkil cinayət sxemidir. Burada qətiyyən qazanc yoxdur, yalnız uduzan tərəf var. Bu uduzan isə təkcə oyunçu deyil, onun ailəsi, cəmiyyət və ölkə iqtisadiyyatıdır.